Herkese selam, kanalıma hoş geldiniz. Ben Asim. Bu günləri yeniden yeni bir video ile karşınızdayım. Bu günlər 3. gündür. Hava açıqda saat 6'ya kadar 5 dakika. Normalde bu günləri 5'te uyanacaqdım ama yani oyana bilmədim. Ayında uyanmışam. Hər üzümü falan yedim. Bir de fizik kitabını bura koymuşam. Oturup bir yana apışıq qaydaların hamısını falan təkrar edəcəm. Qaydalar nələrdir? Bu MK'nin daxil olmaqla MK'ndən doymayan buxara kimi də arada nə mövzu varsa hamısının qaydalarını təkrar edəcəm. Düsturlar, nəzəriyyələr falan filan. Ondan sonra belə böyük ehtimalla məktəbin vaxtı gələr. Məktəbə gedərəm. Ondan sonra dəftər içəriləri indi birazdan gətirəcəm göstərərəm. Bu günləri nələr eləməliyimsə hamısını onun içine yazmışam. Babat eləməli olduğumuz maraqlı şeylər var və bu gün 2-yə hazırlığım var. 1 saat 2-dən 4-ə fiskal, bir də axşam saat 9-dan məktəb quracağı bəlli olmayan bir onlayn. Onlaynda böyük ehtimalla Rufaya falan baxarıq da. Yəni böyük ehtimalla. İndi sözü çox uzatmayayım ki, fiskal düsturlarını, yəni ümumiyyətlə qaydalarını təkrar edeyim. Ondan sonra da böyük ehtimalla baxqan videoda məktəb falan gələr. Vaxt qalsa da əgər oturub tapşırıqlarından isə yazarıq. Deməli, uşaqlar, əynimi falan dəyişdim və fiskadan təkrarlayacağım hər şey təkrarladım. Yəni sadəcə MK'ndə çox cüzi bir problem var idi. Düsturlar falan yadımdan çıxmışdı. O da indi getdim təkrarladım. Yəni tezdən yadıma düşdü. Yəni onsuz da həmin o mövzuları falan yaxşı bilirdim. İndi də oturub yemək yiyəcəm və yemək yeyəndən sonra da bilmirəm, böyük ehtimalla ya kitab oxuyaram, vaxt qalsa ya da fizikadan tapşırıqları davam elətdirərəm, yazaram və qalan fizika tapşırıqlarını da tənəffüslərdə boş vaxt tapdıqda yazaram. Böyük ehtimalla bir də hazırlığa mən məktəbdən çıxıb birbaşa gedirəm, böyük ehtimalla bilmirəm. İndi evdən çıxdım, məktəbə gedirəm, bayırda su yoxdur. Uşaqlar çoxdan diyar qarmırdı. Əslində çoxdan diyor, təzəlikcə də yar qarmışdı. Yanvarın 19 idi neydi, yağmışdı səhv eləmirəmsə qar. Yox, 19 idi. Hesab edirəm ki, qar yağmışdı bundan əvvəl bir dəfə, oturmamışdı da. İndi də qar yağır, böyük ehtimalla burada oturmayacaq. Amma yağır da özü üçün, qəşəng yağır. Bayırda soyuqda donuram, hazırlığa gedirəm. Amma qar yağsa falan maraqlı şeylər demək olar. Bu günlər oturub skriptlər falan yazıram. Oyda qar ağac gedib, qalan çıxmaq istəyirəm. Mən də hazırcığımın qurtarmağını istəyirəm. Yəni gedim, girən kimi çıxın bayırda, qutarsın hazır. Ya da məlumat keçsin ki, bu günlər hazırlıq yoxdur, gedin kəf edin. İnşallah. Gedin. Zor ya. Maşının üstündə qalar əs. Ola bilər, gedin maşın tərpənməsin falan. Nəsə, kameranı söndürüm. Çünki soyuqdur, əllərimi donur, əlimi cibimə salım. Deməli, qar əslində oturur şeyə, bu maşınların üstünə, maşınların nömrələrinə falan. Yəni oturur əslində. Prosta bir də pis deyim nə oldu? Əvvəlində sulu qar yağdı, yer yaş oldu deyənə. İndi qar yağsa da oturmağı çətin məsələdir. Yəni biraz o pis oldu. Əslində bu axşam falan hava mənfiyə düşür də. Axşam da yağsa, axşam yer donar, sular falan donar. Axşam da bu cürlə yağsa əslində otura bilər qar. Ona görə də hər ehtimalla mən evə gedim demək. Ümumiyyətlə mənim belə yazmalı olduğum 4 dənə skript falan var idi, ağlımda olan 4 dənə, 5 dənə video fikri var idi. Onların skriptini yazım. Plusda qar yağanda çəkməlik skriptlər falan da yazım görək. Normalda biraz da danışaram, içim dolu dərsində. Prosta əlim donur, danışamıram. Ona görə dasvidaniyamıza hazırlıqdan çıxandan sonra şey eləyərəm, açaram kameranı. Deməli, hal-hazırda hazırlıqdan çıxdır, evə gedirəm. Qar döyəcək yandıb, sadəcə maşınların üstündə, otlarda, yəni burada damda falan nə dərəcə görünür bilmirəm. Yəni belə oturmadım bir dəfədə, ona görə da deyib skriptlərim, qarla əlaqəli skriptləri yazmaram. Gedim bir dənə təcili şəkildə yemək yiyim, çünki acından ölürəm. Məsələn, yeməkdən sonra oturum bu xırda dediyim, yəni 5 dənə video var imiş ağlımda olan, yəni yazmışdım özümə WhatsApp'da. Yəni onların game skriptini yazdım. Ondan sonra da ki sabahlar riyaziyyat hazırlığımız var. Oturup riyaziyyat tapşırıqlarını falan yazaram.
Həyatdan, riyaziyyatdan bir hissəni yazdım, qalan hissəni də saxladım. Sabahları səhər tezdən duranda yazacağam. Səhər tezdən də durub çatdırmasam böyük ehtimalla məktəbdə, tənəffüslərdə boş vaxt falan tapdıqca oturub yazaram. Lap tutaq yaza bilməsəm belə sabahları hazırlığımız 4-dədir. Məktəbdən qayıdandan sonra arada təqribi 2 saatlıq bir boşluq olur. Orada da oturub yaza bilərəm. Hal-hazırda saat 7-yə qalır, 7 dəqiqəm. Təqribi 8-ə işləmiş 15 dəqiqəyə qədər falan gitar ilə məşğul olacağam. Ondan sonra 8-ə işləmişsən 8-ə kimi Pythondan, ondan sonra saat 8-dən 9-a qalmış kimi falan böyük ehtimalla gedərəm. İngilis dilinə məşğul olaram. Ondan sonra da eləməli olduğum şeylər məncə bitir. Sadəcə skript yazmaq qalır. Skripti də böyük ehtimalla dərs bitəndən sonra bir müddət boşluq qalacaq, onda yazaram və yaxud da yatmamışdan qabaq, yəni kitab oxuyacağam, kitabdan qabaq oturub skript yazaram. Bilmirəm, yəni ola bilər. Bu videolardan böyük ehtimalla short videonu bu gün editləyərəm ya da sabah editləyərəm, bilmirəm, yəni 50-50-dir. Amma uzun videonu 100% sabahları editləyəcəm. Short videonu bilmirəm. Amma böyük ehtimal ikisini sabah editləyərəm ki, ikisini sabahları paylaşım və sabah çəkəcəyimi də birisi gün etdim, birisi gün paylaşım falan. Bu cür hər günə bir video çəkməyə çalışım. Amma bu günləri, yəni bir dənə TikTokda bir video çəkib onu atacağam böyük ehtimal. Həm TikTokda, həm Instagramda. Əgər düzgün bir video olsa YouTube'a da yükləyə bilərəm, ehtimal var. İndi də hal-hazırda kameranı söndürüm, gedim gitarla çalışmağa. Yəni çox da belə şey eləməyəcəm. Yəni barmaq məşqləri falan eləyəcəm böyük ehtimalla.